Salam əleykum, mənim dəyərli izləyicilərim. Deməli, bugün Atyalındayıq. Burada bir dənə evin çəkilişinə gəlmişik. Valla, mən neçə ildir makler işləyirəm, neçə də ev çəkmişəm, amma belə bir dənə ev çəkməmişəm da. Bu evin tikilişi müştərinin elə bir ki, özünə şəxsi teşdirdiyi evdir da, indi müəyyən səbəblərə görə satılır. Ev çox möhtəşəm və tikilibdir. Baxın, göstərəcəm sizə ətraflı. Baxın, pəncərələrə. İndi hamısını bir izah eləyəcəm. Həyətdə bax, hovuzu da var. Baxın, evi dedim sizə qabaqdan göstərim. Deməli, 3 otaqlı mənzildir. Hazırda təmiri davam edir. Buradan da göz. Bax, həyətində. Bax, görürsünüz, hovuzu da var. Hələ təmiri davam edir. Bax, burada su çəni də var. Burada manqal, besetka da salmaq olar. Bax, belə yerdə. Hələ sizə mənzərəni göstərim. Mənzərəyə baxın. Görün, açıq hava, bax, qəşəng, səlqəli. Deməli, studiya zaldır. Burada yataq otağını göstərəcəm sizə. Yataq otağında da şey var. Sanuzel var. Ofşida da sanuzel var. Yəni yataq otağına aparmayı buradan hovuza da düşmək olur. Bax, görürsünüz, şəraiti var. Deməli, bax, burada işıqlandırma sistemi də superdir. Belə bir mənzilimizin təqdimatını edəcəm. Sənədi kubçadır. Qiyməti 115 min manatdır. İndi evin için göstərəcəm sizə. Buradan da həyəti göstərirəm sizə. Görün. Həyət burada necə görsənir. Hazırda təmiri davam edir də. Baxın, belə bir dənə mənzilimiz satışdadır. Demək, burası studiya zaldır. Bax, mətbəx bura yığılacaq. Gördüyünüz kimi, baxın, belə. Bura yataq otağıdır. Bax, deyiləm kimi, bax, sanuzeli, addelində bunun. Burada bax, gördüyünüz kimi, sanuzeldir. Burada bir otağıdır. İşıqlandırma sistemi görürsünüz, bax, hamısı yığılıbdır. Əladır işıqlandırma sistemi. Sənədi də kopçadır. Gördüyünüz, bax, mənzil tikilişində bax, söz ola bilməz. Bax, dediyim kimi də bu qədər ev çəkmişəm, mən belə bir ev çəkməmişəm. Qiymət 115 mindir, sənəddə kopçadır. İstəyən o səliqə saxlasın, bax, gətirim göstərim.